Mənim favorit bitkilərim sırasında yer alan gözəl bir bitkim Hedera helix. İnsanlardan bu bitkini zəhərlidir deyə uzaq tuturlar. İnsanlarımız da maariflənmək istəmir, elmlənmək istəmir. Təəssüflər olsun ki, içərisində siyanidinlər olduğuna görə insanları bu bitkidən uzaq tuturlar. Amma bitkinin gövdəsindəki siyanidin dozası elə bir kritik ayardadır ki, insan üçün tam lazım olan dozdadır. Və siyanidinlər yüksək dozda insan üçün zəhərli, normal dozda isə inanılmaz faydalıdır. Mən onsuz da həmişə demişəm, insanların sağlamlığı üzərində elə bir böyük oyun, manipulyasiya qurulub ki, mağazalar insanları zəhərləyir, eczanələr simptomları bastırır. Bax, bunu biləsiniz. Bu bitkini istifadə edən insan heç bir vaxt qızıqlı öskürək, spazmlar, baş ağrısı, miqren, aqressivlik, depressiya bunların heç birini yaşaya bilməz. İnsanda dəlilik əlamətlərini aradan qaldırır. O uşaqlar olur, həddən artıq hiperaktiv olurlar, hırçınlı, nervli uşaqlar. Baxırsan ki, dəcəllik bir yana, bu uşaq elə bir ki, dəlidir. Bax, həmin uşaqların dərmanıdır bu. Dəlilik əlamətlərini insanda aradan qaldırır. Hüceyrə stresini aradan qaldırır. İçərisində lityum var. Lityum insan orqanizmasında olmazsa, insan dəli olar. Yəni, bildiyin dəli olar. Gözəl bitkim, Hedera helix.